Salam, efirdə Əskər andıdır. Hər bir yolun əvvəli və sonu olur. Biz dayandığımız nöqtə son deyil. Davamı işğal altında olan Cəbrayıl və digər rayonlardan keçir. Bu yolun sonunu görmək istəyən zabit, gizil və əsgərlərimiz var. Bunu aprel döyüşlərində sübut etdilər. Bu dəfəki verilişimiz azad olmuş torpaqlarda mövqe qurub, vətən keşiyini çəkən hərbiçilərimizdən olacaq. Yol inkişaf və mədəniyyət olduğu qədər həm də ümiddir. O ümid ki, sonu arzuladığın vətənə, torpağa qovuşasan. Gəldiyimiz mövqelərdə xidmət aparanlar bu yolun sonunu görmək istəyən zabit və əsgərlərimizdir. Səngər həyatı çətin olduğu qədər də şərəfli xidmət yeridir. Burada xidmət keçmək, qorxmadan düşmənin gözünə baxmaq və yeri gələndə ona layiqli cavab vermək, qürurla, fəxrlə. Mən ön xəttdə xidmət edirəm. Sözünü demək həm məsuliyyət istəyir, həm də qürur verir. Keçən ilin aprelində düşmənə layiqli cavab verib, geri oturdan əskərlərimizin üzündə təbəssümü görmək, onlarla söhbət eləmək doğrudan da xoşdur. Gördüyünüz bu yer işğalçı Ermənistan ordusunun manqasının dayaq nöqtəsi olub və aprel döyüşlərində ordumuz tərəfindən azad olunmuş torpaqlardır bura. Çox bərbad gündədir. İnşallah ordumuz tərəfindən digər ərazilərimiz də işğaldan azad olunacaq. Bir zamanlar düşmən tapdağında olub ordumuzun uğurlu əks-hücum əməliyyatı zamanı işğaldan azad edilmiş bu səngərlərlə irəliləyən Azərbaycan ordusu və Azərbaycan əskəri ilə bir daha qürur duyuruq. Aprel ayının 2-dən 5-ədək cəbhə xəttində baş verən döyüş əməliyyatları zamanı və Azərbaycan ordusunun qazandığı uğurlar atəşkəs dövrü də daxil olmaqla ən mühüm hadisələr kimi ordumuzun şanlı tarixinə qızıl hərflərlə yazılacaq. Səngərləri gəzib onlarla tanış oluruq və burada olan məlumatları isə zabit və əskərlərimizdən əldə edirik. Onu da qeyd etmək istəyirəm ki, lider diviziyası olaraq bu mövqeyə ilk dəfə biz gəlmişik və bizlə bərabər daim bizim mühafizəmizə edən zabitimizdir. Zabitimiz aprelin döyüşlərində iştirak edib və bu döyüşlər haqqında burada duran əskərlərimiz haqqında məlumat verəcək. Zəhmət olmasa özünü təqdim edin. Zabit Rəhimov 23 il müddətində düşmən tapdağı altında olmuş bu torpaqlarda gedən döyüşlərdə iştirak etmək mən və mənim əskərlərim üçün fəxrdir və biz inanırıq ki, bu qələbəni qısa bir müddətdə Şuşada, Laçında, Xankəndidə qeyd edərək üç rəngli şanlı Azərbaycan bayrağını əbədi olaraq Qarabağda dalğalandıracaq. Təşəkkür edirəm və keçək növbəti mövqelərimizə. Yaxınlaşırıq növbəti posta, görək orada əskər necə xidmət aparır. Xidmət zamanı cəsur əskərlərimiz hətta düşmənin bir ədəd pilotsuz uçuş aparatında məhv edib və həmin əskəri mən sizə təqdim edirəm. Əskər Zəhmət olsa özünü təqdim edən. Əskər Sadıqov Sami. Sən necə oldu ki, həmin düşmənin pilotsuz aparatını məhv etdin? Xidmət zamanı ərazidəydim və bir qəflətdən düşmən pilotsuz aparatını gördüm, ona atəş açdım və onu məhv etdim. Tankçılar. Onlar da aprel döyüşlərində uğurla sınaqdan çıxıblar. Hər bir tank öz məharətini göstərərək ermənilərin mövqelərini tərk eləməyə məcbur eləyib. Onu da qeyd edeyim ki, tanklar ölkəmizə məxsus döyüş imkanlarına malikdir. Silah ustalarımız kod adı Aslan olan bu tankları daha da müasirləşdirib əlavə eləməklə gücləndiriblər.
ayındakı döyüşlərdə uğurla sınaqdan çıxmış T-72 M1 tankları. Onu da qeyd edim ki, silah ustalarımız bu tanka əlavələr etməklə daha da gücləndiriblər. İndi bizə zabitimiz onun taktiki, texniki xarakteristikasını başa salacaq. Buyurun. Leytenant Sayıb, bu gördüyünüz T-72 M1 tankı düşmənin hava hədəflərinə, yerüstü hədəflərinə, düşmənin mühüm obyektlərinə, beton tikintilərinə, zirehli texnikalarına, canlı qüvvələrini məhv etmək üçün təyin olunub. T-72 tankı 125 mm-li 2A46M markalı top ilə ona cütləşdirilmiş 762 mm-li PKT pulemyotu və hava hədəflərinə mübarizə aparmaq üçün 12,6 mm-li zenit pulemyotu ilə təchiz olunmuşdur. Gördüyümüz tankın üzərindəki bu qurğu ümumiyyətlə nədir və nəyə görə istifadə olunur? Bu gördüyünüz qurğu dinamik müdafiə adlandırılır. Həmçinin bu dinamik müdafiə adlandıran qurğu düşmən tərəfindən zərbə endirilərsə, düşmənin mərmisi toxunduğu anda daxilindəki trotil reaksiya, detonasiyaya uğrayaraq əks təsir nəticəsində partlayır və həmən mərminin təsirini azaldır. Və bununla da belə deyək də, zirehin dəlinməsindən qarşısını alır. Həmçinin onlar tank komandirinin nişangahlarıdır ki, buradan əks olunub, oradan müşahidə edərək, ərazini müşahidə edib, düşmənin yerini təyin edib, komanda verərək düşməni məhv etmək üçün təyin olunmuşdur. Və buna əlavə nələr var məsəl üçün, bax, bunlar nədir? Bu gördüyünüz termitüstü şaşqaldır ki, hansı ki, düşmən tərəfindən müşahidə olunduqda bu avadanlıqdan istifadə edərək tez bir zamanda müdafiə olunub, maskalanma fəaliyyətini yerinə yetirmək olar. Və bu gördüyünüz bölmə güc bölməsi adlandırılır. Həmən bölmədə tankımızın V şəkilli 780 at gücünə malik motoru yerləşir. Hansı ki, bu motor tankımızın saatda 60-70 km sürətlə hərəkət etməsini təmin edir. Bundan başqa həmən hava hədəflərinə mübarizə aparmaq üçün 12,6 mm-li zenit pulemyotu bu tank komandirinin silahıdır. Oradan çıxıb istifadə eləmək üçün təyin olunur. Boru şəkilli avadanlıq isə sualtı keçidlərdə, hansı ki 5 metrdən dərin olmamaq şərti ilə sualtı keçidlərdə istifadə olunur.